Salam əziz dostlar, yoldaşlar, hər birinizi yeni videoda xoş gördük. Bugün keçirilən OTK-nın deməli 9-cu 10 siniflər üçün blok sınağının izahını verəcəm sizlər üçün. İkinci qrup A variantının suallarına baxırıq. Başlayaq birinci sualdan. Deməli birinci sualda nə deyir? Əvvəlcə biraz da yaxınlaşdırım sualı sizin üçün. Deməli birinci sual deyir ki, tərs mütənasib asılı iki kəmiyyətdən biri 24 olduqda digəri 15-ə bərabər olur. Deməli biri 24 olanda digəri olur 15. Bəs deyir, bu kəmiyyətlərdən biri 20 olduqda digəri neçə olar? Biz də bilməliyik ki, tərs mütənasib kəmiyyətlərin hasili sabit olmalıdır. Yəni bunların hasili neçədirsə, digərlərinin hasili eyni qaydada. Yəni 24 vur 15 bərabər olmalıdır 20 vur x-ə. Buradan x tapmaq üçün həmən o 24 vur 15-i 20-yə bölmək lazımdır. Buradan 24-ü elə 2 ilə ixtisar etsək, 2-yə bölsək 12, aşağını 2-yə bölsək 10. Təzədən burada 12-ni 15-ə vuranda 180, aşağıda da 10-a bölsəm 18. Deməli, digərdə olmalıdır 18. Keçək ikinci sual. Deyir, aşağıdakılardan hansı sonlu onluq kəsir şəklində göstərilə yazıla bilməz? Bu, yazıla bilməz üçün kəsirin, məxrəcin sadə vurğuları 2 və 5-lərdən olmalıdır. 2 və ya 5-lərdən. Amma ixtisar olunmursa birinci ixtisar eləməliyik. Məsəl üçün, baxın A variantındakına. Yazılıb ora 36-da 27. Hər tərəfi 9-a ixtisar eləsəm 4-də 3 qalar və məxrəcin vurğuları 2 vur 2 olduğundan bunu çevirmək olar. Baxın B variantına. 24-də 9. Bunu ixtisar eləsəm 8-də 3 qalar. Yenə məxrəcin vurğuları yalnız 2-lərdən olduğundan bunu da çevirmək olar. C variantında elə 8-dir. Bunu çevirmək olar. Qaldıq D ilə Y-nin arasında. D-də yazılıb 15-də 6. Bunda hər tərəfin 3-ə ixtisar eləsən 5-də 2 qalar. Bunda onluq kəsiri çevirmək olur. Məxrəcin vurğu 5 olduğuna görə. Amma Y variantında orada yazılıb 36-da 15. Bunu da ixtisar eləməliyik əvvəlcə 3-ə. Onda qalır 12-də 5. Daha ixtisar getmir axı. Bundan sonra artıq məxrəcin vurğularına baxırıq. 12 vurğuları 2 vur 2 vur 3-dür. Yəni 2-dən 5-dən əlavə 3 var. Ona görə bunu çevirmək olmaz. Y variantı. Birinci ixtisar eləmək lazımdır, sonra mütləq baxmaq. Deməli, üçüncü suala baxırıq. Üçüncü sual buradan yaxşı görə bilmirəm, təəssüf ki. Bu qiymətlər görə neçədir? Burada deyəsən 5 bölü 2 yazıb. Gözlərim zəiflidir uşaqlar. Bir dəqiqə at kimi taxın. Deyəsən, bura 5 bölü 2 oxşuyur. Bura y bölü 3 oxşuyur. Burada x bölü 2-dir, nədir o? Yoxsa z-dir o? Bu sual qalsın uşaqlar. Qaydacam bu suala. Burada gözüm yaxşı seçmədi oradakılar yazılanları. X bölü 2-dir, bilmirəm, yoxsa z-ə oxşuyur. Deyəsən z-dir. Nəsə, təzədən dəqiqləşdirib qaydacam o suala. Dördüncü suala baxaq. Dördüncü sual yazıb ki, tangens alfa bərabərdir 12 bölü 5. Olarsa c çıx a bölünsün, c üstə gəl a-nı tap. Bax, alfa bucağını görürsünüz. Tangens alfa nə deməkdir? Qarşı katetin, alfanın qarşısındakı katetin bitişik katetə nisbəti. Yəni A-nın bitişik kateti. Alfaya bitişik katet B-dir. Yazılmayıb, amma mən özüm B yazdım. Yəni A-nın B-yə nisbəti. Bu əgər olubsa 12-nin 5-ə, deməli A 12 imiş, B 5 imiş. 12 5 olanda C neçə eləyir? Pifagor teoreminə görə C kvadrat bərabərdir 5-in kvadratı üstə gəl 12-in kvadratına. Buradan da 13-ün kvadratını alarsınız. Yəni C deməli 13 imiş. Hipotenuzumuz 13 imiş. A-nı da 12 tapdıq. Onda qiymətləri burada yerinə yazıram. 13 çıx bir dəfə 12 bölünsün, bir dəfə də 13 üstə gəl 12. Bu da 25-də 1 eləyər. Yəni C variantı. Keçdik 5-ci suala. 5-ci sual deyir ki, alfa və beta uyğun tərəfləri paralel olan bucaqlardır. Deməli, bu halda ya onlar bərabər olmalıdırlar, ya da cəmləri 180. Görək hansındandır. Alfa çıx 2 beta 30 dərəcəyə bərabərdir, deyir alfanı tap. Alfa çıx 2 beta bərabər 30 dərəcə. Əgər alfadan 2 beta çıxanda müsbət bir şey qalıbsa, deməli alfa betaya bərabər ola bilməz. Yəni ikinci qayda ödənməlidir. Alfa üstə gəl beta bərabər olmalıdır 180-ə. Buradan nə edək? Tərəf-tərəfə bunları çıxa bilərik. Amma çıxsaq alfalar gedəcək. Gəlin aşağıdakı tənliyi 2-yə vurum hər tərəfini. 2 alfa üstə gəl 2 beta bərabərdir. Bu da 360 eləyək. Sonra bu sistem tənliyi tərəf-tərəfə toplayaq. Alfa ilə 2 alfanı toplasam 3 alfa.
Mənfi 2 beta, müsbət 2 beta getdilər. 30 ilə də 360-ı toplasam 390. Buradan da 3-ə bölsəm alfa bərabər 130 taparam. Deməli alfa 130 imiş. Beta da onda 50 imiş. Bu da belə getdi. 6-cı suala baxaq indi. 6-cı sualı deyir ki, 80 qram 30% şəkər. 80 qram 30% şəkər deyirsə, deməli bunun içində nə qədər şəkər var? Yəni 24 qram şəkər var. Deyir bu məhlula neçə qram su əlavə etmək lazımdır ki, 25%li şəkər məhlulu alınsın. Məhlula su əlavə edəndə oradakı şəkər miqdarı dəyişmir. Yəni yenə 24 qalacaq. İndi bayaq amma şəkər 30%, indi deyir 25% olsun. 24 bəs kimin 25%-idir? Yəni hansı ədədin 25%, 24 bunu tapmalıyıq. Bunu tapmaq üçün eləyirik? 24-ü vururuq 100-ə bölürük 25-ə. Deməli onda bizim məhlulumuz neçə qram olmalıdır? 96 qram. Amma əvvəl 80 qramdır, 96 olmalıdır. Yəni onda gərək biz ona 16 qram su əlavə edək. Cavab Y variantı. Bu 6-cı sual belə getdi. Keçdik bu tərəfə. Yeddinci sual deyir ki, Emil və Kamilin yaşlarının nisbəti 3/4-dür. Aşağıdakılardan hansı onların yaşlarının cəmi ola bilməz? Yaşların nisbəti 3/4-dürsə, deməli, birinə 3K, birinə 4K yaza bilərəm. Onda yaşlarının cəmi 7K olmalıdır. Yəni 7-yə bölünən bir ədəd olmalıdır. 42 7-yə bölünür, bu olar. 35 də 7-yə bölünür, 70 də 7-yə bölünür, 56 da 7-yə bölünür, amma 50 bölünmür. Yəni 50 ola bilməz. İnşallah bu 8-ci sualda saxlayıram sona, çünki burada da verilən işarələr, rəqəmlər tam görsənmir. Bu da qalsın, sonda baxarıq. Deməli, baxaq 9-cu suala. Deyir, A natural ədədin 7-yə bölükdə qalıqda 4 alınır. A böl 7. Natamam qisməti deməyib, qalığı birbaşa deyib ki, qalıq 4-dür. Bu cür misallarda natamam qisməti istədiyimiz ədəd götürə bilərik. Ən yaxşı da 0 götürə bilərik. Onda A bərabərdir. 7 vur 0 üstə gəl 4. Yəni natamam qisməti bölənə vurub üstünə qalığı gəlir. Yəni 4 eləyir. Deməli mən A-nın yerinə 4 götürə bilərəm. Onu aparıram aşağıda yerinə yazıram. Olur 4-ün kvadratı üstə gəl 3 vur 4 üstə gəl 8. Bu deyir 16 üstə gəl 12 üstə gəl 8. Yəni 36. 36-nı da 7-yə böləndə qalıqda neçə alınır? Natamam qismət 5, qalıqda 1 qalır. Deməli qalıq soruşulur, qalıq 1 olmalıdır. D variantı. Siz burada natamam qisməti 1 də götürüb yoxlaya bilərsiniz. Əgər 0 qoymaq sizi çaşdırırsa 1 götürün. Onda A bərabər 11 alasınız. Apar birini 11 qoyasınız. Olacaq 121 üstə gəl 3 vur 11. Yəni 33 üstə gəl 8. Bu da neçə eləyəcək? 41, 162 eləyəcək. 162-ni də 7-yə böləndə deməli 2 dəfə 14, 27 dəfə düşür. Daha doğrusu 23 dəfə düşür. Qalıq yenə də 1 qalır. Yəni hər iki halda cavabımız 1-dir onsuz. 9 da belə getdi. Keçdik 10-cu suala. Deyir ki, AC parçası CD parçasından 5 dəfə uzundur. CD-yə x yazıram, AC olur onda 5x. B nöqtəsi də AD-nin ortasıdır. Bütün AD oldu 6x. B də onun ortasıdırsa, deməli onda bu tərəfdə 3x-dir, digər tərəfdə 3x-dir. Burada x-i daxil, deməli bu BC hissəsi 2x imiş. Bizdən də BC-nin AB-yə soruşur. BC oldu 2x, bölünsün AB-yə. AB-miz də bütün parçanın yarısı idi, yəni 3x idi. Bunlar gedir 2 bölü 3 qalır, yəni x-lər gedəndən sonra. B variantı. Keçdik 11-ə. 11-də deyir ki, beta bölü alfa 3-ün 2-yə nisbətdədir. COB-ni tap. Görürük ki, oradakı verilən bucaqlar qonşu bucaqlardır. Yəni alfa üstə gəl 40 dərəcə ilə beta üstə gəl 10 dərəcənin cəmi 180 verməlidir. Onda buradan alalım ki, alfa üstə gəl beta 40 ilə 50-də 40 ilə 10-da birlikdə toplayaq 50 yazaq, bərabər 180. Buradan alfa üstə gəl beta tapıram ki, 130-dur. Nisbətlər də 3-ün 2-yə idi. Yəni beta 3K, alfa 2K. Bunu gətirim, burada yerinə yazıram. 2K üstə gəl 3K 130 imiş. 5K 130 imiş. K 26 imiş. Məndən COB-ni soruşur. COB alfa üstə gəl 40-dır. Deməli alfanı tapmalıyam. K 26-dır, alfa da 2K idi. Baxın. Deməli alfa bərabər idi 2 vur K-ya, yəni 2 vur 26. 2-ni də 26-ya vuranda 52 edir. Aparam alfanın yerinə burada 52 yazmağa, 52-nin də üzərinə 40 gəlirəm. O deyir 92 dərəcə. Deməli cavabımız Y variantı.
Getdik 12-yə. 12-də deyir ki, A və B ədədləri qarşılıqlı tərs. Qarşılıqlı tərs nə deməkdir? Onların hasili yəni 1-ə bərabərdir. Məsəl üçün 3-də 2 ilə 2-də 3 qarşılıqlı tərsdir, onların hasili 1 edir. B və C ədədləri isə qarşılıqlı əksdir. Qarşılıqlı əkslərin də cəmi 0 olur həmişə. B ilə C-nin cəmi də deməli 0-dır. Dedik A ilə B-nin də hasili 1-dir. İndi deyir bu ifadəni tap. Bu ifadədə nədir? 2B üstəgəl 2C. Bunları silirəm buradan. İfadəmiz belədir. 2B üstəgəl 2C. Üstəgəl orada deyəsən 5AC yazıb. Rəqəmləri yaxşı görmürəm. Ola bilər ki, axırda cavabımızda problem yaranar. Sonra dəyişərik də görək. 5 oxşuyur amma. 2B üstəgəl 2C üstəgəl 5AC. Bu ikisindən 2-ni mörtəzə xaricində çıxarsam, qalır B üstəgəl C üstəgəl 5AC bölünsün 4AB. Dedik, AB necə ədəddir? Qarşılıqlı tərs, hasili 1-dir. Yəni, məxrəcimiz 4 vur 1, 4 eləyir. BC dedik, qarşılıqlı əksdir. Onda cəmi 0-a bərabərdir. BC-nin əvvəlində 0 yazsam, 2-nin də 0-a bərabərində 0 eləyir. Bir dənə qalır yuxarıda 5AC. İndi bir dənə AC hasili haqqında görək nə deyə bilərik. BC cəmi 0 eləyibsə, deməli, məsəl üçün, biri 1, biri mənfi 1-dir. Məsəl üçün. Əgər onda biri 1-dirsə, onun tərsi nə olacaq? AB hasili 1 olduğuna görə elə 1-in tərsi 1 olur. Burada AB ədədləri eyni olur. Əslində belə də götürmək olar ha yenə. Amma gəlin sizi çaşdırmasın deyə belə ədədlər verək də. 1-dən fərqli ədəd verək. Cəmləri 0 olubsa, birinə mənfi 2, birinə 2 verirəm. B 2 oldusa burada deməli A neçə olmalıdır? A onun tərsi 2-də 1 olmalıdır. İndi A ilə C-nin hasili. A oldu 2-də 1, C mənfi 2. 2-də 1-i mənfi 2-yə vuranda nə alınır? Mənfi 1 alınır. Deməli, AC hasili həmişə mənfi 1 edir. Onda olur 5 vur mənfi 1 bölünsün 4. Yəni, mənfi 5 böl 4, mənfi 1 tam %25. Burada hansı variantda var? A variantında var. 12-də cavab A. Bu səhifədə bitdi, keçdik digərinə. 1, 2, 3. Deyir, 3 rəqəmli ABC ədədi üçün bu cəmin ən kiçik qiymətini tap. 14, 42, 28. Ortaq məxrəc 42 götürərəm. 14-ə böləndə qalır 3 dənə ABC. Mörtəzə yazmağa heç ehtiyac yoxdur. 3 vurulsun ABC 3 rəqəmli ədədi. Üstə gəl 42 olduğu kimi qaldı elə ABC. Üstə gəl 42-ni 28-ə bölünmür. Mən niyə ortaq məxrəci onda 42 götürdüm? Gəlin ortaq məxrəci dəyişək. Ortaq məxrəc 84 götürək. 84-ü 14-ə böləndə 6 qalır. Yəni 6 vurulsun ABC. Üstə gəl 84-ü 42-yə böləndə 2 qalır. Burada olur 2 vurulsun ABC. 84-ü 28-yə böləndə 3 qalır. Yəni 3 vurulsun ABC. Bu da bərabərdir. 84. Yuxarıda ABC-ləri toplasam 6 dənə, 2 dənə, 3 dənə. 11 dənə eləyir də deyəsən. 11 dənə ABC eləyir. Bizdən bu cəmin ən kiçik tam qiymətini soruşur. Ən kiçik tam qiyməti neçədir? Tam ədəd olması üçün, yəni bu məxrəcdə ifadə olmamalıdır. Yəni məxrəcə ABC ilə 11 ilə 84 onsuz da ixtisar getmir. Deməli ABC elə bir ədəd olmalıdır ki, o 84-ə bölünsün. İndi 84-ə bölünən 3 rəqəmli ədəd kimdir? Ən balacası. 84-ü 2-yə vurmaqla bunu asanlıqla tapmaq olar. Deməli bu ədəd 168-dir. 168. 84 ilə ixtisar getsin ki, 2 qalsın, tam ədədə çevrilsin. 2-ni də 11-ə vuranda, yəni bu ifadənin ən kiçik tam qiyməti deməli 22 olar. A variantı. İndi gəldik 14-ə deyək. Düzbucaq öz daxili şüaları ilə 8 bərabər hissəyə bölünmüşdür. Düzbucaq təsəvvür edin. Öz daxili şüaları ilə buradan şüalar çəkmişəm. Deməli 8 bərabər hissəyə bölmək üçün bir dənə şüa çəkdim, 2 hissə alındı. 8 bərabər hissəyə çəkmək üçün deməli mən 7 dənə şüa çəkməliyəm. Neçə oldu? 1, 2, 3, 4, 5, 6, birini də çəkim 7. Gör neçə hissə alındı. Baxın 1 hissə, 2 hissə, 3 bucaq, 4, 5, 6, 7, 8 dənə. 8 bərabər hissəyə böldüm. İkinci və 6-cı hissələrin tənbölənlər arasında qalan bucağı soruşur. O ayda suala baxayım. Bu ikincinin arasından bir tənbölən çıxartmalıyam.
bir də 6-cının arasından və bunların arasındakı bucağı tapmalıyım. Görüm neçə dərəcə olur. 90 dərəcə idi düz bucaq. 8 bərabər yerə böldümsə hissənin birinə nə qədər düşür? Deməli 10 dənəsi 80 edir. 10 tam 1000-də 125 edir deyəsən. 8-ə 98-ə böləndə. Nəsə qoy belə yazmayayım, belə təhlükəli olar. 90 bölü 8 elə bunu 90 bölü 8 kəsir xəttinə yazıram. Hər tərəfi 2-yə bölsəm 4, 45. 45-i 4-ə bölməliyəm deməli. 44-ün üstə 4 11 dəfədir. Bayaq görsünüz səhv yazmışam. 11 dəfə 4 44 edir. 1 artıq qalır. Yəni 11 tam 4-də 1, bu da 11 tam %25 edir. Deməli hər arası 11 tam %25-dir. Bu təmböllər arasında da baxın, bir dənə tam hissə var, 2 dənə, bir dənə, 2 dənə, 3 dənə tam hissə var. Və bir də burada yarısı var, bir də burada yarısı. O yarıları da birləşdirəndə deməli 4 dənə bərabər hissə var. Hər hissədə 11 tam %25 isə 4-ü vururam 11 tam %25-ə. Bu da neçə eləyir? 4-ü 11-ə vuranda təzədən 45 dərəcə alacam. Onda elə bayaq 45-i 4-ə bölüb bunu tapmışdım. Yəni cavab 45 eləyəcək. Deməli təmböllər arasında bucaq 45 dərəcəymiş. İndi gəldik 15-ci suala. Deyir ABC üçbucağında AC AD-yə, AC CD-yə və DB-yə bərabərdir. Onda bura 110 dərəcədirsə, bu ikisi də bərabərdirsə, 180-dən çıxıram 110-u, 70 qalır. 70-i də 2 bərabər yerə bölsəm, deməli bura olur 35, bura da olur 35. BDC bucaqda, yeşin 110 dərəcədir, 10 vermişdi onsuz. Yaxşı, bura 110 dərəcədirsə, bəs onun qonşusu neçədir? 70-dir. Bunlar da bərabər yanlı idi, ona bura da 70-dir. İkisi 70-70, deməli bu qıraqdakı qaldı 40. Bizdən də AC'yə bucağını soruşur, bu buradakı xarici bucağı. 40-35 içəri oldu 75. Xaricdəkini də tapmaq üçün 180-dən çıxacam 75-i, yəni 105 dərəcə olacaq. Cavab Y variantı. Gəldik bu 16-ya. 16-da deyir ki, 2-də 1 böl 4-də 3 böl 5. Deyir, ədəd bu nisbətdə 3 hissəyə bölünüb. Böyük hissə verilmiş ədədin neçə faizdir? Böyük hissəni bölməliyik. Böyük hissəni bunu tapmaq üçün böləcəyin ümumi ədədə, bütün ədədə. Vuracağın 100-ə. Neçə faiz olduğunu tapmaq üçün. İndi amma burada ədədlərimiz kəsirləndir. Bu məxrəcləri azad olmaq üçün hər tərəfi 4-ə vursam, alınır 2 böl 3 böl 20 nisbəti. Onda böyük hissəmiz olur 20, yəni 20-ni bölməliyəm bütün ədədə. Bütün ədədimizdə cəmi neçə hissədən ibarətdir? 25-dən. Vururam 100-ə. Buradan 25 ilə 100 gedir, 4 qalır, 4 vur 20, cavab edir 80. Deməli, bütün hissənin 80% imiş. B variantı. İndi baxaq 17-yə. 17 topuldakı sualdır. Ona oxşar sual. Deyir, qatar 2 stansiya arasındakı məsafənin 17-də 8 hissəsini getdikdən sonra yolun yarısına çatmaq üçün daha 4 kilometr getməlidir. Bütün yol olsun x. 17-də 8-in gedibsə, deməli 17-də 8x. Üstə gəldi, daha 4 getməlidir ki, yolun yarısını çatsın. Bütün yola x demişəmsə, yolun yarısı olur 2-də 1x. Deməli, bu bərabər olmalıdır 2-də 1x. Bax, tənliyimizi belə qurmalıyıq. Deməli, bu hissəsini gedəndən sonra daha 4 kilometr getsə, yolun yarısına çatar. Tənlik belə olmalıdır. Buradan da 17-də 8x çıx 2-də 1, daha doğrusu daha 4 kilometr getməlidir. Deməli, hətta 17-də 8 çıx 2-də 1 x bərabərdir. Deməli, -4 yazsam, ortaq məxrəc neçə olacaq buna? 34, burada qalır 16x çıx 17x. Mən səhv çıxdığında gərək yarısından bunu çıxardım ki, müsbət alınsın. Hər iki halda düzdür cavabımız. Amma 4 bərabərdir. 2-də 1x çıxaq 17-də 8x yazıram. Bunlar da çıxanda yenə ortaq məxrəc 34 götürəcəm. Burada 17x qalır, burada da 16x. Yəni 34-də 1x qalır. Əgər 4 bərabərdirsə 34-də 1x-ə, x də bərabərdir 4 vur 34-də. Yəni 136-ya. Biz x kimə demişdik? Bütün yola. Bütün yol deməli 136-dır. Stansiyalar arasındakı məsafə 136 C variantı. Gəldik 18-ə. 18-də deyir ki, sadə vuruqlara ayrılışı A bərabərdir 2 üstü 3 vurulsun 3 vurulsun 5 üstü 2 şəklində olan A ədədi üçün aşağıdakılardan hansı yanlışdır?
5 sadə vurğu var. Sadə vurğu deyəndə qüvvətləri sayırdıq. Yəni 3 üstəgəl. Bu 3-ün qüvvəti 1-dir, üstəgəl 2-nin qüvvəti 2-dir. Cavab 6. Elə yanlış olan A variantıdır. Natural bölünənlərin sayı 24-dür. Bunu necə tapırdıq? 3-ün üzərinə 1 gəlirdik 4. Vurulsun. Burada qüvvət 1-dir. Bunun üzərinə 1 gəlirəm 2. Vurulsun. Bunun üzərinə 1 gəlirəm 3. Yəni 24 bu doğrudur. 40-a bölünən ədəddir. Düz deyir burada. Çünki 2 üstü 3 8 eləyir. Burada da 5 var. Yəni bunun içində 40 var. Bu da düzdür. 3 dənə sadə bölünən var. Bu da düzdür. Sadə bölünənlərin cəmi 10-dur. Bu da düzdür. Sadə bölünənlər 2 3 5-dir. Yəni səhv olan elə birinci idi. 5 dənə sadə vurğu yox, 6 dənə sadə vurğu var. Bu səhifədə bitdi yəqin ki. Keçək. Bu səhifəyə, son səhifədə yox, hələ biri də var. 29, bəs 30-cu sual hanı burada? 30-cu sualı bu səhifəyə düşür ha. Deməli, 19-dan biz davam edirik. Hə, 19-da demək olar topluda bana oxşar sual var. Bura 6 yazıb, BC-yə 4 yazıb, CD-yə 2 yazıb, AD-yə də 7 yazıb. Burada bir üçbucaq var, burada 2 üçbucaq. Üçbucaq bərabərisinə görə birinci üçbucaqda, yəni x1 böyük olmalıdır tərəflərin fərqindən, yəni 2-dən. Kiçik olmalıdır cəmindən, 10-dan. Yəni x1 kimlər ola bilər? 3, 4, 5, 6, 7, 8, 9. İkinci üçbucağa görə, yəni x2 böyük olmalıdır bu səfər 7 ilə 2 fərqindən, yəni 5-dən kiçik olmalıdır 9-dan. Yəni x2 ola bilər 6, 7, 8. X də hər iki üçbucağın tərəfinin olduğundan biz elə qiymətlər seçməliyik ki, hər ikisini ödəsin. Və görürsünüz də bu 6, 7, 8 qiyməti elə hər ikisində var idi. Deməli, x-in ala biləcəyi qiymətlər 6, 7, 8-dir. Onların da cəmi 21 eləyər. Yəni D variantı. Keçdik 20-ci sual. Deyir, ABC ədədlərinin ədədi ortası 150-dir. 3 dənə ədəddir. Onun ədəd ortasını nətər tapmaq olar? Toplayıb bölürük sayına 150. Deməli, onda bu ədədlərin cəmi 450 imiş. Sonra deyir ki, m bərabərdir a üstəgəl b, n bərabərdir nəsə k bərabərdir. Bu ədədlərin ədəd ortasını tapın. Hə. M, n, k-nın. M, n, k-nı da toplasaq, baxın, m üstəgəl, n üstəgəl, k-nı toplasam, görün nə alıram? Alıram a üstəgəl b, üstəgəl b üstəgəl c, üstəgəl a üstəgəl c. Yəni, b-dən də 2 dənədir, a-dan da c-dən də. Yəni, 2 vurulsun a üstəgəl b üstəgəl c alıram. A üstəgəl B üstəgəl C-nin 450 tapmışdım. 2-yə vuranda 900. Deməli, bunların cəmi 900-dürsə, bölürəm saylarına 3-dən ədəd idi axı MNK. Sayı da 3. 3-ə böldüm, cavab qaldı 300. Deməli, bunların ədəd ortası 300 olmalıdır. Gəldik 21-ə. 21-də deyir bu ifadəni hesabla. 2-də 1-dən 1 çıxanda qalır mənfi 2-də 1. Vurulsun 3-də 1-dən 1 çıxanda qalır mənfi 3-də 2. 4-də 1-dən 1 çıxanda qalır mənfi 4-də 3. Bu qaydada gedir, vurulsun. Axırda deməli 16-da 1-dən 1 çıxanda da qalır mənfi 16-da 5, 15. İndi əsas məsələ burada mənfiləri saymaqdır. Baxın, 3 dənə olanda mənfilər, 3 dənə tək sayda mənfi bizə mənfi verir. İndi bəs bu 2-də başlayıb 16-da qutarıb. Sizcə tək saydadır, yoxsa cüt sayda? Əgər 2 ilə başlayıb 16 ilə qutarıbsa, deməli 15 dənədir, yəni tək saydadır. Onda cavabımız mənfi alınmalıdır. Şimdi burada ixtisar gedir 2-lər, 3-lər gedir, 4-lər bu qaydada gedir, 15-lər də gedir. Bir dənə buradan 16 qalır, buradan da 1. Yəni mənfi 16-da 1 olmalıdır. Yəni A variantı. Gəldik 22-yə. 22-də də yazıb ki, 28-də A böyükdür 4-də 1, kiçikdir 7-də 3. Bunların hamısının məxrəcini 28-ə gətirək. Bu eləyər 28-də 7, burada 28-də A, bu da eləyər 28-də 12. Deməli, A 7 ilə 12-nin arasındadır. A-nın neçə natural qiymətinə deyir? A deməli ola bilər 8, 9, 10, 11. Yəni 4 dənə natural qiymətində bu şərt ödənir. Cavab Y variantı. Keçdik 23-ə. Deyir bu ifadənin qiyməti tap. Bu tam hissənin işarəsi, bu da kəsir hissə. 5,1-in tam hissəsi nəyə bərabərdir? 5-ə. Mənfi 4,3-ün kəsir hissəsini tapmalıyıq. Mənfi 4,3-ün kəsir hissəsi. Bu üçün nə etməliyik? Ədədin özündən, yəni mənfi 4,3-dən çıxmalıyam 10. Mənfi 4,3-dən
Çıxmalıyam onun kəsr tam hissəsini. Mənfi 4,3-ün tam hissəsi mənfi 5-dir. Bu alınır mənfi 4,3 üstəgəl 5, yəni 0,7. Deməli 5-in üzərinə mən deməli 0,7 gəlməliyəm. Cavab edir 5,7. Keçdik 24-ə. Kəsişməsi boş olmayan A və B çoxlar üçün MB 22-dir. B fərq A çoxluğunun ən çox neçə element ola bilər? B fərq A. Bunun MB fərq A-nın belə bir düsturu var. MB çıxılsın kəsişmə. B ilə A-nın kəsişməsi. Bu da başa düşüləndir, aydın məsələdir. Yəni B-nin A-dan fərqli elementlərini tapmaq üçün B-dən A ilə eyni olanları çıxmaq lazımdır. İndi MB də 22-dir. Kəsişmə boş deyildir. Yəni 0 götürə bilmərəm. Onda ən az neçə götürməliyəm? 1 götürməliyəm. 22-dən də 1 çıxanda 21 qalır. Deməli B fərq A-nın ən çox 21-dən element ola bilər. Bunu da belə yoluna qoyduq. Keçdik bura. Yazıb ki, ağırlıq mərkəzi G. Ağırlıq mərkəzi nə idi? Medianların kəsim nöqtəsi. Median. Üçbucaq ABC üçbucağında deyir. ABD bərabərdir CBD-yə. ABD CBD-yə bərabərdir. Onda aydın məsələ. Yəni deyir bu həm də tənböləndir. Yaxşı, həm tənböləndir, həm də gedib ağırlıq mərkəzindən keçibsə, yəni həm də mediandırsa, həm tənbölən, həm mediandırsa, bu nə vaxt olurdu? Bu ya bərabər tərəfli üçbucaqdır deməli. Həm median, ya da bərabər yanlı. Yəni bunu deməli bu tərəfləri, ən azı bu tərəfləri bərabərdir. Ən azı. Həm də bu tənbölən həm hündürlüksə, həm də elə bu hündürlükdür. İndi bizə perimetr ABC-ni yəqin ki, ABC-ni 54 verib, AC-ni 24 verib. AC 24 isə, bu da həm mediandırsa, deməli 12 buraları bölür. Perimetr ABC 54 isə, 54-dən o AC-ni çıxıram 24-dür. Bölürəm 2-yə. Qalır 30 bölü 2, 15. Yəni bu bərabər olan tərəflərdə deməli 15 imiş. Bizdən BG parçasının uzunluğunu soruşur. Suala baxayım. BG nəyə bərabərdir? Bütün medianın 3-də 2 hissəsinə. Medianlar dedik kəsim nöqtəsində 2-nin 1-ə nisbətlə bölünür axı. Yəni burası isə 2K, bu isə K olur. Yəni bütün medianın bu BD-nin 3-də 2-si boydadır. Vur 3-də 2. İndi bəs BD-ni necə tapacağıq? Dedim axı bu həm 90 dərəcədir. Bu BD bu düzbucaqlı üçbucaq yaranır burada. BD bir katetdir, AD bir katet. Bu da hipotenus. BD-nin tapmaq üçün BD-yə bir x yazsam, x-in kvadratından üstəgəl 12-in kvadratı bizə 15-in kvadratını verməlidir. Buradan da yaxşı hesablasaz x-in kvadratı 81, yəni x-i 9 taparsınız. X yəni bütün mediandır. Bizdən bütün medianı yox, BC-ni soruşur. Təpədən başlayan hissəsi. Dediyim kimi, bütün medianın 3-də 2-si, yəni 9-un təzədən biz 3-də 2-sini tapmalıyıq. Cavab 6 eləməlidir. Qəşəng sualdır. Cavab 6 imiş. Maraqlı sual idi. Keçdik bura. Deyir ki, əbab AB 15-dir, əkob AB 120-dir. AB hasili. AB hasili mən bilməliyəm ki, elə əbab AB-ni əkob AB-yə çarpanda elə mənə AB hasilini verir. Yəni 15 vur 120. 15 vur 120. AB bərabərdir. Heç bunu vurmağa ehtiyac yoxdur. Məndən natural bölünlərin sayını tapır. Təzədən sadə vurğulara ayırmalı olacam. Elə 15-in sadə vurğuları kimdir? 3 vur 5. Vurulsun. 120-in sadə vurğuları kimdir? 120-ni nətər yazmaq olar? 12 vur 10 yazsam və yaxud 120-ni 12 vur 10 yazsam yaxşı. Belə ayıracam sadə vurğularına. 3 vur 5 olduğu kimi saxlayıram. 12-nin əvəzinə yazıram. 2-nin kvadratı vur 3. Onun da əvəzinə təzədən 2 vur 5 yazıram. Buradan da baxın. 2-nin kvadratı burada, bir dənə 2 burada alınır. 2-nin kubu vurulsun. 3-ün biri burada, biri burada. 3-ün kvadratı, 5-in biri burada, biri burada, bir də alınır 5-in kvadratı. Deməli, ədədimizin sadə vurğuları belə olmalıdır. Natural bölünlərin sayını tapanda qüvvətlərin üzərinə 1 gəlib bir-birinə vururdum. Yəni 3 üstəgəl 1, vurulsun 2 üstəgəl 1, vurulsun 2 üstəgəl 1. 4 vur 3 vur 3, o da neçə eləyər? 36 eləyər. Deməli, AB asının natural bölünlərin sayı 36 imiş. Keçdi 27-yə. Deyir, bucaqlar 1-2-3 nisbətində. Üçbucaq. Üçbucağın bucaqların cəmi 180-dir.
Onda k üstəgəl 2k üstəgəl 3k bərabər 180 yazsam, buradan 6k bərabər 180, k-nı 30 taparam. Deməli, bucaqlarımın dərəcə ölçüləri 30, 60, 90 imiş. Deməli, bu düzbucaqlı üçbucaqmış. 30, 60, 90. Buraya yazıram 30, buraya yazıram 60, buraya yazıram 90. Mən də bilirəm ki, 30 dərəcə bucaq qarşısındakı katet x-dirsə, hipotenuz ondan 2 dəfə çox olur. Digər tərəfdə x kökdə 3. İndi mənə birincə deyir kiçik tərəf 8. Kiçik tərəf yəni x-dir. 30 dərəcənin qarşısında. Bu 8-dirsə, onda deməli böyük tərəf olmalıdır 16. Böyük tərəf 16-dır, yəni 1-ə uyğundur A. Başqa uyğun olan yoxdur. İndi sonra ikinciyə baxaq. İkinciyə deyir böyük tərəf 8. Bu səfər bunları silim. Bu tərəfə böyük tərəf hipotenuzdan söhbət gedir. Hipotenuz 8-dirsə, onda deməli x 4 imiş, yəni kiçik tərəf 4 imiş. Yəni C. Sonra deyir böyük tərəf ilə kiçik tərəfin fərqi 16. Böyük tərəf 2x-dir, kiçik tərəf x. Onların fərqi elə mənə x-i verir, yəni kiçik tərəf. Kiçik tərəf 16-dırsa, deməli onda böyük tərəfdə 32 olmalıdır. Yəni böyük tərəf 32B. 1-ə A, 2-ə C, 3-ə də B variantı uyğun gəlməlidir. Keçdik bura. Situasiya suallarıdır. Mesela buranı biraz təmizləyək. Deyir ki, Aysel evdə kiçik kitabxana yaradıb. Kitabxanada riyaziyyat, bədii ədəbiyyat və ensiklopediya kitabları olmaqla 80 kitab var. Deməli, riyaziyyat, üstəgəl ədəbiyyat, üstəgəl ensiklopediya birlikdə 80 kitabdır. Yaxşı. Sonra deyir ki, 28-ci sualda indi bu məlumata əsasən sual verir bizə. Deyir, bədii ədəbiyyat kitablarının sayı ümumi kitab sayının 68,75%-ni təşkil edir. Riyaziyyat kitablarının sayı bundan 38 ədəd azdır. Kitabxanada neçə ensiklopediya kitabı var? Deyir, bədii ədəbiyyat, biz əylə işarə ediyimiz. Ümumi kitab sayının 68,75-ni, ümumi kitab sayına qədər 80. Biz deməli tapmalıyıq 80-in 68,75%-ni. Buna sıfırları yoluna qoydum. 8-i vurmalıyam 68,75-ə, sonra 10-a bölməliyəm. Nətər ilə ya bu nə çətin iş oldu. Deməli 8-i vurmalıyıq 68,75-ə, bölməliyəm 10-a. Və işte burada yazım da. Bunu vursaq 8-ə. 5 dəfə 8 40, 0 yazdım 4 yadda, 7 dəfə 8 56, 4 də yaddaydı 60 elədi, yenə 0 yazdım 6 yadda, 64, 6 da yaddaydı 70, 0 yazdım 7 yadda, 6 dəfə 8 48, 7 də yaddaydı 48, 7 də yaddaydı 55 elədi. Nətər balacadır 55. İndi vergüldən sonra da 2 dənə ədəd var idi. Mən də buradan vergül qoymalıyam. Yəni bunların hasılı 550 eləyir qısacası. Ona da bölsəm 55 qalır. Deməli, bədii ədəbiyyat kitablarının sayını tapdım. Bədii ədəbiyyat 55. Sonra deyir ki, riyaziyyat kitablarının sayı bundan 38 az. Yəni onda riyaziyyat bərabərdir. 55-dən çıxıram 38-in. Yəni 17. Bəs ensiklopediya deyir nə qədərdir? Ensiklopediyanı da tapmaq üçün ümumi saydan, yəni 80-dən çıxmalıyam. 55-lə 17-nin cəmini. Yəni 80-dən çıxmalıyam. Bu üçün cəmi 72 eləyir də səhv etmirəmsə. Yəni 8 qalır. Deməli, neçə ensiklopediya kitabı var? 8 dənə. Tapdıq. 29-cu sualda nə deyir? Deyir ki, Aysel bədii kitablardan birini hər 4 gündən bir, digəri isə hər 6 gündən bir oxuyur. Bədii kitabların sayı nə qədər idi? 55 idi. Bədii kitab, yəni bədii ədəbiyyatdan söhbət gedir yəqin ki burada. Bədii ədəbiyyat bərabərdə 55 dənə. Deyir, kitablardan birini 4 gündən bir, digərini 6 gündən bir oxuyur. Aysel, əgər Aysel oxumağa bazar ertəsi başlamışsa, həftənin hansı günü növbəti dəfə hər 2 kitabı oxuyacaq? Bu əkob məsələsində. Əgər həftənin bazar günü, yəni 7-ci gün, tutaq ki, hər ikisini oxuyub. Hər 2 kitab. Növbəti kitabı oxuyur 4 gündən sonra, yəni 4 gün keçir, yəni 4-cü gün, o birisini oxuyur amma 6 gündən sonra, 6-cı gün. Nə vaxt deyir bunlar üst-üstə düşər? Deməli biz üstə düşürsə bunların əkobunu tapmalıyıq. 4 ilə 6-nın. Bu addım məsələsidir. Sanki biri elə bir 4 metr atır, biri 6 metr. Nə vaxt üstə düşər? 4 ilə 6-nın əkobunu tapsam 12 eləyər. Yəni 12 gün sonra üst-üstə düşəcək. 12 gün sonra indi həftənin bazar günüdürsə,
həftənin bazarıdırsa. Bazardırsa. Bir həftə sonra, yəni 7 gün sonra yenə bazar olacaq. Yenə bazar. 12-dən də 7 gün çıxdım, qaldı 5 gün. Bir həftə keçdi, bir həftə. Yenə bazar oldu. Bir dənə də 5 gün keçsə, olacaq artıq 5-ci gün. Deməli, həftənin hansı günü hər iki kitab oxuyacaq? Həftənin 5-ci günü. 5-ci gün. 5-ci gün və yaxud cümə yazmaq olar buna. Deməli, bu da belə. İndi keçək 30-cu suala. Deyir, Aysel ilin sonunda müşahidə etdi ki, oxuduğu bədii kitabların sayı riyaziyyat və ensiklopediya kitabları sayı ilə Pifaqor üçlüyü əmələ gətirir. Aysel kitabxanasında bədii kitablardan neçəsini oxumayıb. 55 dənə bədii kitab var idi. 17 dənə riyaziyyat, 8 dənə də deməli ensiklopediya. Bundan belə yazmayayım onda. Baxın, buraya yazım. Ədəbiyyat, sonra riyaziyyat, sonra ensiklopediya. 55 dənə bundan idi, 17 dənə bundan, ensiklopediyadan da 8 dənə. Deyir, oxuduğu bədii kitabların sayını görüb ki, Pifaqor üçlüyü əmələ gətirir. Təbii ki, Pifaqor üçlüyündə burada katetlər bunlar olacaq. Bu isə olacaq hipotenuz, böyük olan. İndi 17-nin kvadratı ilə mən 8-in kvadratını toplasam, yəni 289-un üstünə 64 gəlsəm, alacam neçə? Deməli, 11, 353. Belə deyirdi, yoxsa sualı bir dəqiqə təzədən oxuyaq. Deyir ki, Aysel ilin sonunda müşahidə etdi ki, oxuduğu bədii kitabların sayı, bədii kitab söhbət bundan gedir də, bədii ədəbiyyat. Bədii kitabların sayı, riyaziyyat və ensiklopediya kitabların sayı ilə Pifaqor üçlüyü əmələ gətirir. Pifaqor üçlüyü əmələ gətirir. Aysel kitabxanasında bədii kitablardan neçəsini oxumayıb. Bədii kitablardan neçəsini oxumayıb. Yaxşı, əgər oxuduğu bunların sayından Pifaqor üçlüyü əmələ gətirirsə, dediyim kimi, Pifaqor üçlüyü əmələ gətirirsə, 8, 17. Əslində belə olmalıdır ki, belə ola bilər ki, 17, 8. Bundan Pifaqor üçlüyü əmələ gətirən, 8, 17 ilə Pifaqor üçlüyü əmələ gətirən. Bir də 15 var. Yəni 8-in kvadratından 15-in kvadratı bizə 17-in kvadratını verir. Baxın, 64 üstə gəlir 225, bizə verir 289. Onda mən dediyim birinci yürütdüyüm fərzi deməli yanlışmış. Yəni hipotenuz o olmaq bədii ədəbiyyat olmaq məcburiyyətində deyil. Hipotenuz deməli buymuş. Katetlər bunlar imiş. Pifaqor üçlüyündə. Hipotenuz onun üçün ki, bu ikisinin 17-in kvadratından 8-in kvadratı bizə heç vaxt yəni natural cavab verməyəcək. Onda hipotenuzumuz natural ədəd olmayacaq. Kitab sayıdakı mütləq natural olmalıdır. Ona görə deməli buradan 15-ini oxuyub, buradan 17-sin, buradan da 8-in. Baxın, bunlar Pifaqor üçlüyü əmələ gətirir. Bu ikisinin kvadratı cəmi ortadakini verir. Deməli 55 dənədən 15-i əmələ gətirirsə, 55-dən çıxıram 15-ini, deməli 40 dənəsini bu oxumayıb deməli. Bizdən neçəsini oxumayıb soruşurdu? 40 dənəsini. Bu da belə. İndi uşaqlar, yadınızdadırsa 2 dənə sual qalmışdı, ona baxmamışdıq. Onlar hansılar idi? Qayıdaq əvvələ, görək onları yaza bilirikmi? Oxunmurdu bayaq. 3-cü sual idi. 3-cü sual mən hələ də təəssüf ki, oxuya bilmirəm. İndi bir dəqiqə mən onun görün başqa PDF-dən oxunaqlı variantını tapa bilirəm. Deməli uşaqlar, tapa bilmədim təəssüf ki. Amma indi baxıram ki, bu daha çox Z-ə, yuxarıdakı, aşağıdakı da 2-yə oxşuyur. Ona görə gəlin burada bunları dəyişək. Belə yazayım, yuxarıdakına Z, aşağıdakına 2 yazım. Bu ikisini çarpaz vursam alıram x, y bərabər 15. Birinci ilə də üçüncünü çarpaz vursam x vur z bərabər 10 alıram. Və verilən ifadəni də vurub atsam x, y çıx 3 z x və yaxud x z də yazmaq olardı. Hər nəysə, bu bərabərdir. X, y-nin əvəzinə 15 yazacam. Çıxılsın 3 vurulsun, x, z-in əvəzinə 10. Bu deyir 15 çıxılsın 30. Yəni mənfi 15. Burada yəni ki, cavab C variantı olmalıdır. Bəs növbəti oxunmayan sual hansı idi?
O da deyəsən adi hesablama idi. Hansıydı o? 8-ci sual idi, hə. 8-ci sualda baxaq görək, o da çox pisdir. Yox, heç nə görsənmir, təəssüf ki, bunun həllini sizin üçün yaza bilməyəcəm. 8-ci sualın düzgün versiyasını bilənlər və Telegram kanalında bizə göndərsə daha yaxşı olar və yaxud şərhlərdə aşağıda bildirərsəz şad olaram. Beləliklə, demək olar ki, 30 sualdan 29-un izahına baxa bildik. Buradakı sual isə oxunmur. Ona görə bu sualı saxlayıram. Dediyim kimi şərhlərdə bildirərsiniz. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənədək.